Herkese salam əziz müəllimlər. Bugünkü izahımız 9-cu sinif dərsindən olacaq. Bankomatın quruluşu və iş prinsipi texnologiyanın maraqlı mövzularından biridir. İndi isə keçid alaq izahımıza. Bildiyimiz kimi bankomatlar fərdi stasionar kompüterlərin növlərindən biridir. Biz bunu kompüterlərin növləri və tipləri mövzusunda öyrənmişik. Bankomat müştərilərə plastik kartla və ya kartsız xidmət edən texniki proqram kompleksidir. Bankomatın əsas vəzifəsi nağd pulların verilməsi və qəbul edilməsidir. Bankomatlar küllü miqdarda əlavə bank avadanlığı qoşulmuş mexaniki elektron qurğulardır. Yəni sadəcə kompüterlərdir. Kompüterin növlərindən biridir. Təyinatına görə bankomatların 3 növü vardır. Ofis, küçə və divararası bankomatlar. Ofis bankomatları binaların, ofislərin daxilində yerləşdirilir. Küçə bankomatları küçədə yerləşdirilir. Divararası bankomatlar isə binanın daxilində və yaxud xaricində arakəsmə arasında quraşdırılır. Divararası bankomatı müştəri öz qarşısında ya tam şəkildə, ya da yalnız üst tərəfdən görür. Bu məhdudiyyət təhlükəsizliyi təmin etmək baxımından əlverişlidir. Yəni, divararası bankomatlara cinayətkarların çata bilməsi daha çətindir. Ona görə də onlar daha təhlükəsiz hesab olunur. Bankomatlar iki hissədən ibarətdir. Yuxarı hissə və aşağı hissə. Bankomatın aşağı hissəsində pulların verilməsi üçün dispenser yerləşdirilmişdir. Pulların verilmə pəncərəsi də dispenser adlanır. Dispenser pulların verilməsi üçündür və yaxud pulların verilmə pəncərəsidir. Pullar xüsusi kasetlərdə yığılır. Bankomatda pulların ayrı-ayrı yığılması üçün 7 kaset mövcuddur. Burada pullar 1, 5, 10, 20, 50, 100 və 200 manatlıq şəklində yığılır. Şəkil 2-də gördüyünüz bu hissələr kasetlərdir və hər bir kasetə ayrı-ayrı nominallar üzrə pullar yığılır. Məsələn, 1 manatlıqlar ayrı, 5 manatlıqlar ayrı, o şəkildə 7 ədəd kasetdə toplanmışdır və bankomatda eyni zamanda bankomatın çıxdaş etdiyi pulların atıldığı 8-ci kasetdə var. Yəni, bankomatın ümumilikdə 8 kaseti vardır. 7-si nominalların yığıldığı, biri isə çıxdaş edilmiş pulların atıldığı ümumilikdə 8 kasetdən ibarətdir. Bankomatlara mütəmadi olaraq pullar yığılır. Hansı pulların yığılması bankın özündən asılı olaraq dəyişilir. Bankomata pullar yığıldıqdan sonra bankomat bağlanır. Hər bir kasetdə bir nominallı yalnız pullar yığılmalıdır. Kasetlərdə 2000-dən 3000-ə qədər banknot yerləşdirilə bilər. Pullar doldurulduqdan sonra xüsusi açarla bağlanaraq blomlanır və inkasatorlara verilir. Onlar isə yerlərə gedərək əvvəlki kasetləri çıxarır və yeniləri ilə əvəz edirlər. Bu proses başa çatdıqdan sonra dispenserə kaset taxılır və o işlək vəziyyətə gətirilir və pullar artıq feederə sıxılır. Bəs feeder nədir? Feeder pulların çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Hər kasetin öz feederi vardır. Əgər ən aşağıdakı kasetdən pul çıxacaqsa, o bütün feederlərdən keçdikdən sonra bankomatdan çıxır. Əgər banknot təsadüfən ilişərsə, bu zaman feeder onu yerinə qaytarmalıdır. Sorğuya uyğun olaraq müştərinin istədiyi banknot bankomatdan çıxarılır və burada vericilər bu prosesə nəzarət edir. Banknotlar yoxlayıcı diverterə düşür. Əgər hər şey qaydasında olarsa, diverter onları toplayıcı qurğuya, yəni stakerə göndərir. Diverter burada pulları yoxlayandı. Hər şey qaydasında olarsa isə stakerə yollayırlar pulları. Stakerdə toplayıcı qurğudur. Bankomatda digər bir qurğu da var. Bunun adı rejek kasetdir. Bu pulların tullanması üçün nəzərdə tutulmuşdur. Yəni, bankomatın çıxdaş etdiyi pullar burada toplanır. Pullar ola bilər cırılmış, pozulmuş, bir-birinə yapışmış, kənarları qatlanmış, yəni istifadəyə yararsız pullardır. Onlar rejek kasetdə toplanır. Əgər işıq sönərsə, əməliyyat yarımçıq qalarsa, bu zamanda pullar rejek kasetə atılır. Rejek kaset iki hissədən ibarətdir. Birincisi yaxşı pullar, yəni istifadəyə yararlı pullar üçün, digər hissə isə çıxdaş edilmiş pullar üçün nəzərdə tutulmuşdur. Əgər bankomat gün ərzində çox sayda pulu çıxdaş edirsə, deməli bankomatda hər hansısa bir nasazlıq yaranmışdır. Bu problemin yaranmasından xəbər verir. Bankomat bildiyimiz kimi yuxarı və aşağı hissədən ibarətdir. Bankomatın yuxarı hissəsində klaviatura, bank kartlarını qəbul edən kart reader, printer, pul vəsaitlərin verilməsi və qəbul edilməsi üçün yarıqlar yerləşir. Bankomatın monitoru istifadəçinin seçimini və onun iş fəaliyyətini əks etdirmək üçün lazımdır. Monitorun ekranında istifadəçiyə onun uyğun düymələri sıxaraq seçəcəyi əməliyyatlar təqdim olunur. Burada sağ və solda yerləşən düymələri sıxaraq istifadəçi
müxtəlif əməliyyatları seçir. Müasir bankomatlar artıq sensorlu ekranla təchiz edilmişdir və birbaşa ekranda əməliyyatları seçmək mümkündür. Bankomatın işi olmadığı vaxtlarda ekran boş qalmasın deyə ekranda reklamlar nümayiş etdirilir. Müasir bankomatlar qoruyucu örtüklü, yastı, rəngli monitorlarla təchiz edilmişdir. Bankomatların klaviaturası üzərində PIN kod və məbləği daxil etmək üçün rəqəmlər, eyni zamanda daxil etmə, düzəliş və ləğv etmə düymələri öz əksini tapmışdır. Bank kartlarının qəbul edilməsi üçün yarıqlar adlanır kart reader. Bu isə kart reader adlanır. Kartı qəbul edən və sonra qaytaran, eləcə də informasiyanı çip və ya maqnit zolağından hesablayan mexaniki qurğu adlanır kart reader. Bankomatda bir neçə əməliyyat aparıldıqdan sonra pul vəsaitini pul çıxartma yarığından verir, lakin pul vəsaitini qəbul etmək və ya vermək üçün yarığı olan bankomatlar da vardır. Adətən bankomatlarda 2 ədəd printer olur. Bir printer qəbzi və ya müştəri üçün hesab üzrə sonuncu əməliyyatları çıxarır. İkinci printer isə jurnal üçün nəzərdə tutulmuşdur. Burada bankdakı bütün əməliyyatlar müəyyən zamanda baş vermiş, həyata keçirilmiş əməliyyatlar öz əksini tapır. Hansısa şübhəli, mübahisəli hallar yaşanarsa, burada məlumat almaq üçün müasir bankomatların quruluşunda isə jurnal üçün printer mövcud deyil. Lazımi məlumatlar elektron printerə yazılır və qəbzin üzərində bütün əməliyyatlar və onların baş verdiyi saat və tarix qeyd olunur. Bütün bankomatlar prosesing mərkəzinə qoşulmuşdur. Prosesing mərkəzinə, yəni hesablayıcı mərkəzə bağlıdır. İstifadəçi kartı bankomata taxaraq PIN kodu daxil edir və tələb olunan əməliyyatı seçir. Tələbnamə prosesingə göndərilir. O isə tələbnaməni uyğun olan banka, həmin kartı buraxan banka istiqamətləndirir. Biz hər hansısa bir əməliyyatı seçdikdə orada birinci məlumat prosesing mərkəzinə göndərilir və prosesing mərkəzindən də bankın serverinə ötürülür. Əgər istifadəçi pul çıxarmaq istəyirsə, onda prosesing lazım olan məbləği istifadəçinin bank hesabından elektron köçürmə ilə öz hesabına köçürür. Köçürmə həyata keçən kimi hesablayıcı mərkəz bankomata pulun verilməsi əmrini verir və istifadəçi pulu çıxara bilir. Bankomatda hər hansısa bir nasazlıq halı yaşanarsa, bu zamanda prosesing mərkəzinə məlumat verilir və həmin nasazlıqlar o şəkildə aradan qalxır. Bankomat hesablayıcı mərkəzi nəinki müştərinin sorğusunu, həm də öz iş haqqında operator tərəfindən izlənilən bütün məlumatları ötürür və səhvlər haqqında məlumat da prosesing mərkəzinə verilir. Bankomatdan istifadə zamanı PIN kodu yığarkən çalışmaq lazımdır ki, ətrafdakılar bunu görməsin və bank kartlarımızı əlbəttə ki, tanımadığımız şəxslərə etibar etmirik. İndi isə öyrəndiklərimizi ümumiləşdirək. Deməli, bankomatlar kompüterin növlərindən biridir, stasionar fərdi kompüterin növlərindən biridir. Bankomatlar plastik kartla və yaxud da kartsız olaraq müştərilərə xidmət edən texniki proqram kompleksidir, mexaniki elektron qurğudur. Təyinatına görə ofis, küçə və divar arası bankomatlar mövcuddur. 2 hissədən ibarətdir. Yuxarı hissə və aşağı hissə. Aşağı hissədə dispenser yerləşdirilmişdir. Dispenser pulların verilməsi funksiyasını yerinə yetirir. Bankomatda 1, 5, 10, 20, 50, 100 və 200 manatlıq nominallar üzrə pullar 7 kassetdə toplanır. Hər nominal ayrı-ayrı kassetlərdə yığılır və çıxdaş edilmiş pullar üçün də 8-ci kasset nəzərdə tutulmuşdur. 2000-dən 3000-ə qədər banknot yerləşdirilə bilər. Hansı pulların yerləşdirilməsi bankdan asılı olaraq dəyişir. Pullar yerləşdirdikdən sonra bağlanır, plomblanır və inkasatorlara verilir və onlar yerlərdə kassetləri çıxarır və yenisi ilə əvəz edirlər. Bundan sonra pullar gəlib feederə sıxılır. Feeder pulların çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Hər kassetin öz feederi vardır. Bundan başqa diverter pullara nəzarət edən qurğudur. Diverterdə nəzarətdən keçən pullar gəlir stakerə düşür. Staker pulların toplayıcı, pulların toplandığı yerdir. Çıxdaş edilmiş pullar üçün nəzərdə tutulmuş qurğu isə reject kassetdir. Pozulmuş, cırılmış, bir-birinə yapışmış pullar bu hissədə toplanır. Bundan başqa hər bir bankomatın deməli yuxarı hissəsində yerləşir monitor, kart reader, yəni kartın daxil olması, çıxması, çekin çıxması üçün yarıqlar, eyni zamanda klaviatura yerləşir. Müasir bankomatlarda elektron sensor tipli klaviaturalardan istifadə olunur. Müasir bankomatlarda artıq jurnal üçün printer yoxdur. Yalnız lazımi məlumatlar elektron printerə yazılır. Hər bir bankomat prosesing mərkəzinə, yəni öz serverinə bağlıdır və bankomatda biz hər hansısa bir əməliyyatı seçiriksə, prosesing mərkəzinə məlumat ötürülür. Oradan da müvafiq banka ötürülür və o şəkildə əməliyyatlar yerinə yetirilir. Bugünkü izahımız bu qədər əziz müəllimlər. İzlədiyiniz üçün təşəkkürlər.